Azərbaycan rəsmilərinin xaricdə tənqid və azad sözə dözümü varmı? Son günlər Azərbaycan rəhbərliyinin xarici səfər zamanı baş verən 2 epizod diqqət çəkdi. Vaşinqtonda bir qrup azərbaycanlı mühacir fevralın 19-da Prezident Əliyevin qaldığı otelin önündə aksiya keçirib siyasi məhbus saydıqları şəxslərə azadlıq tələb ediblər. Yayılan videolarda prezidentin mühafizəçilərinin onları döydüyü görünür. Hökumət yönlü media etirazçıların mühafizə olunan əraziyə daxil olmağa çalışdığını, təxribatın qarşısının alındığını deyir. Hadisənin detallarını Vaşinqton DC Baş Prokurorluğu araşdırır. Bundan bir neçə gün əvvəlsə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində müstəqil jurnalist Emin Hüseynov Prezident İlham Əliyevə sual verməyə çalışıb, yayılan videolarda təhlükəsizlik əməkdaşlarının jurnalistin yaxınlaşmasına mane olduğu görünür. Jurnalist sonradan təqib edildiyini iddia edib. Keçmiş diplomat Arif Məmmədov son olayları dəyərləndirib deyir ki, tənqidə dözümsüzlük, ölkə içindəki durum xaricə daşınır. Təhlükəsizlik xidməti İlham Əliyevdən tapşırıq olmasaydı ki, sərt reaksiya verilsin, bunlar heç vaxt bunu etməliydilər. Hökumət düşünürdü ki, ölkə daxilində bütün müxalifəti susturmaqla, həbs etməklə, jurnalistlərə təqib etməklə, onları həbsə salmaqla tam belə susqunluq yaradacaqlar. Ölkə bir həbsxanaya çevrilibdir və düşünürlər ki, ölkə xaricində yaşayan mühacirlərə də eyni qorxu yarada bilər. O bildirir ki, hakimiyyət həm ölkə xarici, həm də ölkə daxilindəki davranışını dəyişməlidir. Milli Məclisin iclasında deputat Azər Badamov ABŞ-da baş verənləri təxribat adlandırıb bildirib ki, xaricdə ölkə başçısına yönələn hər hansı planlı hərəkət Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdidir. Müxalifət mübarizəni siyasi meydanda aparar. Amma bu antimilli satqınlar şovinist erməni dairələrinin və xarici xüsusi xidmət orqanlarının cızdığı ssenarilərə uyğun hərəkət edirlər. Münxendə baş verənləri də bəzi hökumət yönlü deputatlar sifariş adlandırıb. Human Rights Watch İnsan Haqları Təşkilatının Avropa və Orta Asiya bölməsinin direktoru müavini Georgi Gogia fevralın 11-də bildirib ki, Azərbaycan hökuməti xaricdəki fəallara təzyiqləri genişləndirir. Azərbaycan hakimiyyəti siyasi motivli təqiblərlə bağlı iddiaları həmişə rədd edir, hər kəsin konkret cinayətlərdə ittiham olunduğunu deyir. Amma insan haqları müdafiəçiləri hazırda ölkədə 400-ə yaxın siyasi məhbusun olduğunu bildirir.